Əziz dostlar, Səbinə Bakinka adlı xanımın Facebook səhifəsindən ibrətamiz bir hekayəni sizin diqqətinizə çatdırmaq istəyirəm. Kəndin ən qoca palançısı Məhəmməd kişi ölmüşdü. Bütün eşşəklər kənd meydanında toplaşdılar. Şıllaq atıb, oynamağa, anqırmağa başladılar. Qoca və xəstə bir eşşək isə divar dibində dayanıb düşünürdü. Cavan eşşəklər onun yanına gəldilər. Xəbərin yoxdur, hər halda palançımız öldü, dedilər. Qoca eşşək acı-acı baxıb dedi, nə olsun ki ölüb? Cavan eşşəklər cavab verdi. Artıq belimiz yaraxora olmayacaq, azad olacaq. Qoca eşşək, necə bir azadlıqdır ki bu? Cavan eşşəklər xorla dedi. Palançı olmayınca artıq belimizdə palan olmayacaq. Çöldə, bayırda istədiyimiz kimi gəzib dolaşacaq. Qoca eşşək gülüb dedi, hamınız ağılsız və axmaqsınız. Bugün sevinib, şıllaq atıb oynamaqdansa, əslində yas saxlamaq, ağlamaq lazımdır. Məmməd kişi yaxşı pis belimizin ölçüsünü bilirdi. Bizi narahat etməyəcək palanlar düzəltməyə çalışırdı. Sabah bir təcrübəsiz naşı palançı gətirəcəklər. Beliniz yaraxoradan xilas olmayacaq. Ən yaxşısı siz palançıdan deyil, eşşəklikdən xilas olmanın yolunu axtarın. Eşşək qaldıqca belinizə palan qoyanlar çox olacaq.